Salam. Bugün sizə İmhaşim Miqə giriş kitabında faiz bölməsinə aid suallardan 88, 89 və 90-cı sualların izahını verəcəm. Bu suallar inflyasiya məsələlərinə aiddir. İlk öncə inflyasiya nədir onu deyim sizə. İnflyasiya odur ki, hər hansı bir məhsulun qiymətinin artmasıdır. Yəni bahalaşmasıdır. Deyir ki, 88-ci sualda illik inflyasiyanın 20% olduğu ölkədə maaşlar il ərzində 32% artarsa, alıcılıq qabiliyyəti neçə faiz artar? İnflyasiyanın nə olduğunu bildik. İnflyasiya deməli məhsulun bahalaşmasıdır, yəni məhsulun qiymətinin bahalaşmasıdır. Bəs alıcılıq qabiliyyəti nədir? Alıcılıq qabiliyyəti odur ki, hər hansı bir şəxsdir, onun maaşı deyək ki 100 manatdır. Məhsulun da qiyməti deyək ki 10 manatdır. Məhsulun alıcılıq qabiliyyəti dedikdə həmin adamın bu məhsuldan nə qədər, yəni neçə dənə ala bilməsini nəzərdə tutur. Tutaq ki, deməli məhsulun alıcılıq qabiliyyəti deyəndə maaşı böləcəyik məhsulun qiymətinə. Bu bizə verəcək sayı, yəni alıcının alıcılıq qabiliyyətini bildirəcək. İndi keçək misalımıza. Deyir ki, illik inflyasiya 20% olduğu ölkədə maaşlar il ərzində 32% artır. Tutaq ki, hər hansı bir şəxsdir, maaşı deyək ki 100 manatdır. Maaşı olsun 100 manat. Deyir ki, məhsulun da qiyməti olsun. Bax ki, 10 manatdır. Onda bu adam 100 manat maaşı var. Bu məhsuldan 100 bölünsün 10, yəni 10 dənə ala bilər. İndi deyir ki, deyir ki, maaşı il ərzində 32% artır. Deməli, əgər maaşı 32% artıbsa, əvvəlcə 100 manat idi, indi 32% artdı, oldu 132 manat. Yəni 100-ün üzərinə 100-ün 32%-in gəldim, oldu 132 manat. İnflyasiyada 20%-dir. Belə çıxır ki, malın qiyməti də, yəni məhsulun qiyməti də 20% artıb. 10 manat idi, üzərinə onun 20%-in gəlirəm. Yəni olacaq 12 manat. İndi görək bu maaşı artandan sonra, inflyasiyada olandan sonra bu adam verilmiş məhsulda nə qədər ala bilər? Bunun üçün 132-ni böləcəm 12-yə, bərabər olacaq 11. Deməli, artıq 11 dənə bu məhsuldan ala bilər. Əvvəl isə 10 dənə ala bilərdi. İndi bizə deyir ki, alıcılıq qabiliyyəti neçə faiz artar? Əvvəlki qiymət, yəni 10, 100% olsun. Onda yeni say, yəni 11, x götürsək, buradan x bərabərdir 11 vur 100 bölünsün 10, yəni 110% olar. Deməli, 100% idi, gəldi, oldu 110%. Deməli, onda artım nə qədərdir? 110 çıxılsın 100, yəni 10%. Cavabımız A variantı. Keçək növbəti suala. 89-cu suala. İlk öncə bunu silək. Səksən 9-cu sualda deyir ki, ilkin inflyasiyanın 30% olduğu ölkədə 1000 manat alan işçinin alıcılıq qabiliyyətinin dəyişməməsi üçün 2 il sonra ən az nə qədər maaş almalıdır?
Deməli 89. Deməli inflyasiya 30%-dir. 1000 manatdan maaş alır. Deyir alıcılıq qabiliyyətinin dəyişməsi üçün. Tutaq yazıram maaş 1000 manat. Tutaq ki, məhsulun da qiyməti olsun 10 manat. Qiyməti olsun 10 manat. Onda bu adam 1000 manat maaşı ilə bu məhsuldan 100 dənə ala bilər. 1000-i böləcəm ona, yəni 100 sayda ala bilər. Deməli, inflyasiya 30%-dir. Yəni məhsulun qiyməti 30% artıb. Birinci ildə məhsulun qiyməti 10 üstə gəl 10 vurulsun 30 bölünsün 100, yəni 13 manat olacaq. İkinci ildə də inflyasiya 30% olduğuna görə 13 üstə gəl 30% artacaq. 13-ün 30%-ni tapıram, bölürəm 100-ə. Eləyəcək 16-dan 9 manat. Deyir ki, alıcılıq qabiliyyəti dəyişməsin. Yəni, yenə də bu məhsuldan 100 dənə ala bilsin. Bunun üçün maaşı nə qədər olmalıdır? Maaşını tapmaq üçün məhsulun 2 ildən sonraki qiymətini vururam. Məhsulun sayına da bərabər olacaq 1690 manat. Cavabımız B variantı olacaq. Keçək 89-cu suala. Daha doğrusu 89-cu sualı izah etdik. Keçək 90-cı suala. Deməli, silək bunları. Doxsanıncı sualda nə deyir? Şərti belədir. İllik inflyasiyanın 20% olduğu ölkədə il ərzində maaşlar 8% artdı. Bu ölkədə əhalinin alıcılıq qabiliyyəti necə dəyişdi? Yenə, inflyasiya 20%-dir. Tutaq ki, maaş olsun, işçinin maaşı olsun 100 manat. Məhsulun da qiyməti 10 manat olsun. Siz istədiyiniz ədədləri yaza bilərsiniz. Mən 100 və 10 yazdım. Onda say 100 bölünsün 10, yəni 10 dənə olacaq. Maaşlar 8% artdı. Deməli, yeni maaş 100 üstə gəl 100-ün 8%. Yəni 108 manat oldu. İnflyasiya isə 20%-dir. Yəni məhsulun qiyməti 20% artıb. Onda 10 idi, 20% artdı. Onun 20%-ni tapıb üzərinə gəlirəm. Olacaq 12 manat. Sayı tapaq görək ki, maaş artandan sonra, inflyasiyada baş verəndən sonra məhsuldan nə qədər alacaq? 108-i böləcəm 12-yə, cavab olacaq 9. Deməli, əvvəl 10 dənə ala bilirdi bu məhsuldan. Artıq indi 9 dənə ala bilir. İlkin sayı 100% götürək. Yeni sayı x% götürək. Buradan x bərabərdir. 9 vur 100 bölünsün 10, yəni 90% oldu. Deməli, əvvəl 100% idi. Sonra 90% oldu. Nə baş verdi? Azaldı. Deməli, nə qədər azaldı? 100 çıxılsın 90, yəni 10% alıcılıq qabiliyyəti azaldı. Bu qədər inflyasiya məsələləri haqqında inanıram ki, sizdə təsəvvür yarada bildim. Bu tip məsələlər həm abituriyentlərin, həm də miqə hazırlaşan müdavimlərin çətinlik çəkdiyi məsələlər tiplərindən biri idi. İnşallah